Çingizxan. Əsl adı Timurçin olan Çingizxan 1162-ci ildə Monqolistanda anadan olub. Monqol tayfalarını birləşdirərək yürüşlərə çıxıb. Orduda qayda-qanun yaradıb. Bütün dinlərə hörmət edən Çingizxan zəbt etdiyi şəhərlərin sakinlərini öldürməsinə baxmayaraq alim, usta və loğmanlara mərhəmət göstərib. Yasa adlı qanunlar tərtib edib. Çingizxan İpək yolunu müdafiə altına aldığına görə ticarət çiçəklənib gəlir gətirib. Dünyanın 1/3-ni saraydan deyil, çadırdan idarə edib. Düşmənləri haqda məlumat toplayan qurum yaradıb. Dünyada 16 milyon kişi onun DNK-sını daşıyır. 1227-ci ildə ölümündən öncə vəsiyyət etmişdi ki, məzarının yeri bilinməsin. Onun qədər böyük bir ərazi tutan ikinci sərkərdə yoxdur.